Salam, hər vaxtınız xeyirli olsun, dəyərli şagirdlər. 7-ci sinif müxtəsər düsturuna aid belə bir misala baxalım uşaqlar. K-nın hansı qiymətində 3 ədlisi 2 ədlinin kvadrat şəklində göstərmək olar deyir. Uşaqlar, burada biz nə etməliyik? Əslində, bu düsturumuz var idi bizim. A kvadrat üstə gəlsin 2AB üstə gəlsin B kvadratının. Biz əsasən necə yazırdıq? A üstə gəl B-nin mütəzi xarici kvadratı. Yəni, bu şəkildə veribdir bizə bunu. Bu şəkildə salmalıyıq. Burada uşaqlar, baxın, biz bilirik ki, birincinin kvadratıdır. İndi burada normalda bu K-nı tapmamız lazımdır, nə olacaq deyə. Normalda, baxın, burada kx kvadrat üstə gəlinsin 4x, üstə gəlinsin 1-də. Biz bilirik ki, burada bu 1-in kvadratıdır. Burada sonra düsturda 2 vurulsun, A vur B var. A neçədir? Məsələn, bilmirəm, amma B-ni bilirəm. Bax, B-nin yerinə burada B kvadrat 1 durub. 2 vur 1'i yazdım. Ha, burada 4x alınmalıdır. Şimdi burada neye vursam 4 olur? Burada 2x'imiz varmış. Onda bakın bu 1 burada 1'in kvadratı kimi gəlibsə bu 2x da burada olacaq. 2x'in kvadratı. Yəni üstəgəl olmalıdır. Təbii ki toplama olduğuna görə 2x'in mütəzi xarici kvadratı olur. İndi gəlin bunu açalım. 4x kvadratı üstə gəlsin 4x üstə gəlsin 1. Yəni baxın 4x burada da var. Buradan da tapdıq. Burada 1 var. Burada da eynisidir. Deməli, bu kx kvadratı olduğu yerdə 4x kvadratı olmuş. Onda k bərabər neçə olur? 4 olacaq. C variantı.